Birləşmiş Ştatlar gəmi əleyhinə ən yeni uzaq mənzilli LRASM qanadlı raketini sınaqdan keçirib. Ölkənin hərbi hava qüvvələrinin məlumatına görə B-2 Spirit strateji bombardımançı təyyarəsinin iştirakı ilə Sakit Okean akvatoriyasında keçirilən təlimlər zamanı sözügedən silahla gəmi məhv edilib. Raketin sınaq buraxılışı Marian adalarının şimalında yerləşən ərazidə həyata keçirilib. LRASM-in texniki göstəricilərinə gəlincə, uzunluğu təxminən 4,3 metr, çəkisi isə 1,2 ton təşkil edir. Uçuş məsafəsi 900 kilometrə yaxın. Daşıdığı döyüş başlığının çəkisi isə 450 kiloqramdan çoxdur. Bununla yanaşı raketin əsas üstünlükləri sırasında radarlarda çətin aşkarlanması, hədəfi müstəqil seçmə qabiliyyəti və güclü radioelektron maneələr şəraitində fəaliyyət göstərə bilməsi yer alıb. LRASM raketinin qiyməti təxminən 3 milyon dollar civarında qiymətləndirilir. Ekspertlərin fikrincə, bu xüsusiyyətlər sözügedən raketi müasir gəmi əleyhinə sistemlər arasında daha mürəkkəb və effektiv silahlardan birinə çevirir. Bu raketin əsas üstünlüyü onun uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək imkanındadır. Raket mürəkkəb elektron mübarizə şəraitində fəaliyyət göstərmək və hədəfi müstəqil seçmək qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər onu ənənəvi gəmi əleyhinə raketlərdən fərqləndirən əsas amillərdəndir. LRASM 2018-ci ildə Birləşmiş Ştatların dəniz hədəflərinə qarşı uzaq mənzilli zərbə imkanlarını artırmaq məqsədi ilə hazırlanıb. Bu baxımdan raket əvvəlki nəsil sistemlərlə müqayisədə daha uzun mənzilə, daha inkişaf etmiş sensorlara və radarlarda çətin aşkarlanma xüsusiyyətinə malikdir. Eyni zamanda o, B-1 Lancer, FA-18 Super Hornet və strateji bombardımançılar da daxil olmaqla müxtəlif platformalardan buraxıla bilir. Raketin sınaqlarında B-2 Spirit bombardımançısının iştirak etməsi də diqqət çəkən nüanslardandır. Çünki radarlarda çətin aşkarlanan qırıcı uzaq məsafədən gizli şəkildə yaxınlaşaraq yüksək dəqiqlikli raket zərbələri indirmək imkanına malikdir. Nəticə etibarilə strateji aviasiya ilə yeni raketin birləşdirilməsi ABŞ-nin qlobal zərbə imkanlarının mühüm hissəsinə çevrilir. Analitiklər hesab edir ki, B-2 və LRASM tandemi gələcəkdə böyük dəniz qüvvələrinə qarşı çəkindirmə vasitəsi kimi xüsusi əhəmiyyət daşıya bilər. Düşünürəm ki, bu son dərəcə vacib silah hesab oluna bilər. Çünki B-2 Spirit kimi strateji bombardmançıdan yeni raketin tətbiqi Birləşmiş Ştatlara böyük məsafələrdə dəniz hədəflərinə qarşı əməliyyat imkanları verir. Bu kombinasiya təyyarənin gizli yaxınlaşma qabiliyyəti ilə raketin yüksək dəqiqliyini birləşdirir. Belə olan halda Birləşmiş Ştatlar həm hava, həm də dəniz istiqamətində daha çevik zərbə imkanları əldə edir. Yeni raketin sınağının Sakit Okean regionunda keçirilməsi də xüsusi diqqət çəkir. Birləşmiş Ştatlar son illərdə bu ərazidə uzaq mənzilli silah sistemlərinin və strateji aviasiyanın rolunu artırır. Bu çərçivədə LRASM-in əsas məqsədi böyük döyüş gəmilərini uzaq məsafədən sıradan çıxarmaq və potensial rəqiblərin dəniz əməliyyatlarını çətinləşdirməkdir. Eyni zamanda raketin modernləşdirilməsi müasir müharibələrdə yüksək texnologiyalı silah sistemlərinin əhəmiyyətinin artdığını göstərir. Məhz buna görə də belə vasitələr hərbi balansda yalnız zərbə gücü deyil, həm də çəkindirmə amili kimi qiymətləndirilir. Bu sınaq yalnız yeni raketin texniki imkanlarının yoxlanılması deyil, eyni zamanda strateji mesaj xarakteri daşıyır. ABŞ bu sistemlərlə uzaq məsafədən potensial rəqiblərin dəniz qüvvələrinə təsir imkanlarını nümayiş etdirdi. Belə texnologiyalar Sakit Okean regionunda hərbi planlaşdırmaya və təhlükəsizlik balansına birbaşa təsir göstərir. Yeri gəlmişkən LRASM Birləşmiş Ştatlar arsenalındakı yeganə uzaq mənzilli zərbə vasitəsi deyil. Vaşinqton həmçinin Tomahawk, JASM və JASM-ÖR kimi müxtəlif raket sistemləri ilə uzaq məsafəli hədəflərin vurulması imkanlarını genişləndirir. Lakin yeni raketin əsas fərqi onun xüsusi olaraq böyük dəniz hədəflərinə qarşı hazırlanması və mürəkkəb elektron mühitdə fəaliyyət göstərə bilməsidir. Birləşmiş Ştatların bu sınağı göstərir ki, gələcəyin dəniz müharibələrində üstünlük təkcə böyük donanmalardan deyil, onları uzaq məsafədən təhdid edə bilən yüksək texnologiyalı silahlardan da asılı olacaq. LRASM-in uğurlu sınağı isə okeanlarda güc balansının getdikcə daha çox raket texnologiyaları və strateji imkanlar üzərində formalaşdığını göstərən növbəti siqnal kimi qiymətləndirilir.